Deməli, bir qism insanlar var ki, qardaşlar, deyirlər ki, turbo motorlarda, yəni GDI motorlarda farsumkalar çıxmır, yuyulmur. Yəni, farsumkaları dəyişmək lazımdır, yuyulmaq boş söhbətdir. Bax, farsumka çıxır. Bunu belə dartırsan, çıxır, düzdür. İndi bunun ağzına bax. Bunun ağzına bax. Bu nətər yuyulmur, qardaş? Necə yuyulmur? Bunun qəşəng stenti var, bunun qəşəng dərmanı var. Ağzına bax, nə vəziyyətləri. Bunun ağzında 6 dənə deşik olur. Benzin püskürməsi üçün. Bu qurunt ona icazə vermir ki, normal püskürmə olsun. Ona görə də maşında boğulma olur. Bu qəşəng yuyulacaq, təmizlənəcək, ideal vəziyyətdə bağlanacaq üstünə. Yəni, turbo motorlarda yüksək təzyiqli farsumkalar sökülür, yuyulur, təmizlənir, üzərinə bağlanır. Bu da bax, yuyulandan sonraki vəziyyət. Ağzına bax, tərtəmiz. Necə ola bilər ki, bu yuyulmur? Həmin çikdən əsər əlamət yoxdur. Bax, indi qoyulacaq üstünə, maşın da ideal vəziyyətdə işləyəcək. Belə şeylərə diqqət eləmək lazımdır, qardaşlar.